Azərbaycan dili dərsi keçmisiniz. Bu bəzi sözü bilirsən nə deməkdir? Mən sözün əvvəlində bəzi sözünü işlədirəm. Siz sözə harafızdan qulaq asırsınız? Naşniki bəlkə başqa yerə taxmısınız təsadüfən. Exo verir. Mən nə dedim? Mən nə dedim uşaqlar? Nə dedim mən? Bəlkə mən özüm deyib, bəlkə mən elə gəldi. Mən nə dedim ömrüm? Hı. Hı. Hə. Hı. Dedim bəziləri. Hı. Hə. Hı. Dırnaqlarımı gözümə soxma. Danışıramsa ekranda gör. Harama soxum əlimi ki, sən məni görmə. Hara soxum? Belə danışım. Dırnaqlar. Sən əlimi hara soxursan? Danışanda əlinə reaksiya vermirsən. Xəstəsən. Dırnağı niyə düzəltdirsən? Gözə soxmaq üçün düzəltdirirsən də. Qəşəng görsənmək üçün düzəltdirsən ki, hamı görsün. Dayı bunu sən görməyəcəksiniz, mən bu rəxidi nöş düzəltdirirəm. Hə? Nöş buna bu qoyda pul verirəm. Sənin gözümə soxmaq üçün verirəm də. Görəsən deyə. Bunu nöş taxıram sənin görməyin üçün. Bunu sən görməyəcəksiniz, mən nöş taxıram. Yo, səhv deyirəm, ay cəmaat. Mən paltarı nöş giyinirəm. Millət məni lüt görməsin deyə. Dayı sən mən paltarıma çölə çıxanda baxmayacaqsansa, mən nöş giyinirəm elə. Lüt çıxaram da çölə. Bu dırnağı nöş düzəltdirirəm, əlim normal görsənsin, millət içinə çıxıram deyə. Dayı, bu millət mənim əlimi görməyəcəksə, nə inirəm mən bu dırnağı? Hə? Bu üzüyü nöş taxıram, insanlar əlimdə qəşən görsün deyə. Dayı, sən bu görməyəcəksənsə, mən bunu nöş taxıram. Saçımı nöş uzadıram, keçər gəzərəm də, insanlar görsün deyə. Gözümüzə soxdu, gözümüzə soxdu. Hara soxum? Buy. Səhv deyirəm. Göstərirəm də. Bu hamısı sizin üçün edirəm də. İnsanlar görsün deyə. Evdən çıxırıq. Bəzən niyə çıxırıq? İnsanlar bizi gözəyle hamı elə yataq paltarında çıxar da çölə. Ha, heç kəsə baxmayacaqsa. Elə naçnoyda durub basaram da bayra. Git şıq qərib. İnsanlara göre tatlı kadar sözden işte. Bina. İnsanlara göre yaşayırsan. Yani bu kadar sözden bunu başa düştüğünde hiç bibim kimi. Yazığın her o kadar otururdu, başa salırdı. Deyinmə. Eve bunun zubatından gəlmirəm, sən deyinməyindən gəlmirəm, dırdırından gəlmirəm, zırzırından gəlmirəm, davandan gəlmirəm, şabandan gəlirəm. Axırda bibimin başa düşdüyü. Onsuz da qədrim qiymətim bilinmir ki. Sən də onu kimi. Mən deyirəm hətəm, sən deyirsən. Nə bilim. Söz tapıram. Deyirəm biz insanlara görə hamı açıq danışaq da uşaqlar. Geyinib niyə keçinirik? İnsanlara xoş görsənmək üçün, düzdür? Deyir gözümə nöş soxursan dırnağı. Bəs mən bu dırnağı hara soxum? Gözümə soxmalıyam ki, sən görməlisən də. Bəs mən buna pul vermişəm axı ömrüm. Bax da aşkım, bax da gözümə soxmalıyam da, hara soxmalıyam ömrüm? Bir bu dırnaqları var. Salam. Nə? Yazılar yenə tez-tez gedir. Sırğaların süper. Bak görürsən sırğalar sənə görə taxmışam da aşkım. Mən bunu nöş taxıram. Canlını bağlayan sonra bu andırı çıxardacağım. Niyə? Çünki 4 divara baxacağım. 4 divar mənim dırnağım. Neyinir sırğamı? 4 divar necədir sırğa? Qəşəngdir, can gözəlliyimdir. Sənə görə taxıram da. Qaşqal da. Boyu yerə soxum. Salam. Siz necəsiz? Yaxşı. Yox, səhv deyirəm.